İmplant Neçə implant qoyacağıq? 1. Ben ne deyirdiniz o bayağı deyirdiniz mən hər yerdə deyə gəzirəmmiş ki, mən əməliyyata gedirəm filan cəmaat halında. Səhərdən evdə heç eləmirsizmiş ki, yoldaşınız da ki, mən əməliyyata gedirəm. Ha, 2-3 günlük əməliyyata gəlmişəm. Yəni o dərəcədə qorxursunuz elə mi, yoxsa nə? Yox, sizin yanınıza gələn qorxar doktor yox. Ya qorxmusunuz, biz niyə elədik biz səhər tərəfdə? Yox, həyəcan var da oradan da. Həyəcan var. Həyəcan var. Validolunuzu içib gəlmişsiniz, burada da karbolunuzu içdiniz, başlayıb hə? Başlayalım əməliyyata. İnşallah başlayaq. Kəsiksiz yoxsa kəsikli? Hansı daha yaxşıdır, hansı daha gözəldir, daha estetikdir. Yaxşı. Pasiyentimizdə bu hissədə bir diş yoxdur. İndi buraya bu hissəyə kəsiksiz filansız bir dənə implant qoymağı düşünürük. Əslində burada 2 diş olmayıb. Bir bu dişdən, kiçik ağzı dişi, bir də bu belə bir böyük ağzı dişi olmayıb. Zaman keçdikcə illərlə bu diş axıb gəlib qabağa. Ona görə biz indi bura bir implant qoyacağıq. Burada dişi düzəldəndə sonradan belə olduğu üçün kiçicik bir üçbucaq əmələ gələcək ki, burada bu dişlə bu dişin arasında adətən bu hissələr qida yığır elə olanda bunu maksimum bağlamağa çalışacağıq oradan da. İndi başlayaq bura implantımızı qoymağa çalışacağıq. Açaq. İmplant için burada dəliyi açdıq. Hər tərəfindən burada sümüklər var. Yəni çöl divarda dağılmamışdır. Bax burada diş ətinin sərhəddini görürük. Çöl divarda dağılmamışdır. Rahatlıqla implantımızı buraya yerləşdirəcəyik. Və implantımızı qoymuş olduq. Üstünə də sağlama başlığını bağladıq. Tam sümüyün içindədir, tam kontrollü olaraq da elədik. Deyərdim ki, ağrısız, qansız, normal qaydada işlədik, qurtardı və bu indicə bağlayıb qurtardığımız bir implantdır. Hər hansı bir ağrı oldu mu? Qəçin, hər an gözlərim ağrı olar, ancaq heç nə olmadı. Burada dodaq keyib məsələn bu hissədə, bu onun deformasıdır. Amma ağrı falan heç bir şey. İnan ki diş çəkmək bundan daha çətin idi. Heç bir kəsiyə falan da atmadı o demək olar ki. Burada kəsik izi falan da yoxdur. Aça, bir də göstərim. Kəsik izi falan da yoxdur burada. Mən güzgündən görsəniz. Rahat şəkildə belə bağlandı.